Salam qızlar, necəsiz? Ümid edirəm ki, yaxşısınız. Bildiyiniz kimi kanalda makyaj düzənləmə videosu var və orada bu məhsulu göstərmişəm. Artıq Golden Rose'un qaş sabitləmə gelini bir həftədir ki, istifadə edirəm və düşünürəm ki, fikirlərimi sizinlə bölüşə bilərəm. Gəlin də başlayaq. İlk olaraq onu bildirim ki, mən bu məhsula sadəcə 8 manat pul vermişəm. Memarəcəmdə Golden Rose'un öz mağazasından almışam. İlk olaraq bir 8 manata görə çox sizi yormayacağam. Çox möhtəşəm məhsuldur. Yəni 8 manat düşünmürəm ki, o qədər böyük bir puldur, amma sizin qaşlarınız çox gözəl şəkildə, həqiqətən sabit bir yerdə qəşəng şəkildə qala bilir. Məncə almağa dəyər, alın aldırın. İndi gəlin başqa nüanslardan danışaq. Mən məsələn saat 8-də səhər-səhəri qaşımı Golden Rose'un bu geli ilə sabitləmişəm. Saat axşam 10-dur. Qaş bu şəkildədir, baxın. Biraz buraları oynayır, amma mən yatıb durmuşam. Yəni belə normal şəkildə də yatan bir insan olmayaraqdan deyə bilərəm ki, bu qaş həqiqətən yaxşı qalıb. İlk vurduğunuz bir 5-10 dəqiqədə çalışın ki, əlinizi vurmayın, çünki qaşlar aşağı düşə bilər, bir çox geldə olduğu kimi. Və biraz bunu da göstərim. Biraz aplikatoru böyükdür. Qaşlara görə həqiqətən böyükdür. Mənim elə öz qaşımın enliyindədir. Böyük olduğuna görə məhsul da çox gələ bilir, digər tərəflərə çox bulaşa bilir. Çalışın məhsulu birinci azaldın və əsas da bu hissələrdə ağlar yarana bilir. Demirəm həmişə yaranır, həmişə yaranmır. Biraz diqqət eləsəz yaranmayacaq. İlk olaraq make-updan, makyajdan, konsiler və yaxud da tonal kremdən əvvəl istifadə eləyin. Nəmləndirici vurdu, sonra çalışın artıq geldən istifadə eləyin. Makyaj qalıntıları, ağlıqlar belə çox olmayacaq. Amma demərəm, sadəcə bir 80% deyə bilərəm ki, olmayacaq. İkinci olaraq isə göstərdiyim bax bu hərəkəti eləyin, qaş gelini azaldın. Başlayın tətbiq eləməyə, yaxşı şəkildə darayın və əsas da bu hissələrdə ağların olmamaq üçün, quruyandan sonra ağlar qala bilir də. Onu yaxşıca darayın, bir neçə dəfə darayın ki, orada boşluq qalmasın. Bildiyiniz kimi bura aşağıya doğru düşən bir yerdir və orada boşluq qala bilir. Ya da ki, barmağınızla belə qutarandan sonra belə sıxın. Amma bəzən hiss eləyirəm ki, qaşım belə yuyanda üzümü, qaşlarım tökülür. Çox tökülmür. Amma məncə almağa dəyər, istifadəyə yararlıdır. 8 manata alıb ala biləcəyiniz ən gözəl məhsuldur. Mən hal-hazırda Kiko'nun bu məhsulundan istifadə eləyirəm. Həm rənglidir, xoşuma gəlmir. Belə başqa rənglər buraxa bilir o tərəf bu tərəfə. Yəni heç tüklədimiş opak bir görüntü yaranmır. İkinci olaraq da yaxşı sabitlənir. Yəni mən sizə deyə bilərəm ki, bu məhsul, bax bu məhsul sadəcə möhtəşəm. Mən düşünürəm ki, bu məhsuldan çox alacağam. Yəni sizcə indi almağa dəyər, yoxsa yox? Qaşlarıma da fikir verməyin. Mən nə qədər qaşlarımı düzəltsəm də, düzəltməsəm də mənim qaşlarım budur. Bu arada 1-2 dənə burada qaşım olur ki, baxın bu qaşım. Bunu düzəlmir. Bu düzəldə bilmir. Yəni Elvin Naxçıvan Muxtar Respublikasıdır bunlar. Heç nə düzəldə bilmir. Nəysə qızlar, özünüzə yaxşı baxın. Ümid edirəm ki, yaxşı bir geri dönüş ola bildi.